Sual belədir. Rəfiqəmin nişanı qaytarılıb. Əvvəl heç bir problem olmasa da, sonradan əhval-ruhiyyəsi getdikcə dəyişib və ətrafındakı hər kəslə, hətta oğlanın qohumları ilə də əlaqəsini kəsib. Nişanın qaytarılmasında onları günahlandırır və haqqımı halal etməyəcəm deyir. Bu məsələnin dində yeri nədir? Bu halda necə davranmaq lazımdır? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. İlk olarak bilmək lazımdır ki, Allah Subhanahu wa Taala bütün feillərində hikmət sahibidir. Allah-u Teala'nın hikməti çox genişdir. Ola bilsin ki, hər hansı bir əməl olur, biz onun bəzi tərəflərini görürük, bilirik, çoxlu tərəflərini görmürük. Bu o demək deyil ki, biz bu məsələlərin hamısını bilək. Çünki Allah-u Teala'nın gizli-gizli yüzlərlə hikmətləri vardır. Bu birinci məsələ. Yəni Allah-u Teala feillərində hikmət sahibidir. İkinci məsələ bilmək lazımdır ki, istərsə bu sualın sahibi və digər müsəlmanlar hər hansı bir işi istəyiriksə olsun, bu olmursa, mütləq ki, orada bizim üçün xeyir var. Mütləq ki, orada bizim üçün nədir? Xeyir var, yüzlərlə. Uca Rabbimiz öz kərim olan kitabında buyurur ki, Asa en tekrahu şeyən və huve xayrun lekum və asa en tuhibbu şeyən və huve şerrun lekum. Vallahu ya'lemu və entum la ta'lemun. İstəyərdim ki, bu ayənin ətrafında biraz danışaq. Çünki olduqca mühüm ayətlərdəndir. Elə bu mövzumuzla bağlı bir ayədir. Baxın, Uca Rabbimiz buyurur ki, sizin ikrah etdiklərinizdə sizin üçün ola bilsin ki, xeyir var. Sizin xeyir işlərdə, xeyir gördüyünüz işlərdə nədir? Sizin üçün şərlər var. Yəni, sizin sevdiyiniz işlərdə sizin üçün şər ola bilər. Sevmədiyiniz işlərdə sizin üçün nədir? Xeyir ola bilər. Bu birinci məsələ. Ola bilsin ki, biz hansı bir məsələni istəyirik, o alınsın, amma biz onun arxa tərəfini görmürük. Ərəblərdə belə bir misal var, deyirlər ki, Əl-xeyru fīmə ixtarəhullah. Xeyr Allahın seçimindədir. Xeyr Allahın seçimindədir. Bir misal verəcəm. Misal üçün mən israrla nədir? Bir maşın almaq istəyirəm. İstəyirəm ki, o maşına alım, o maşını, yəni belə deyək, sürüm, xoşuma gələn bir maşındır. Bunun üzərində cəhd edirəm, çalışıram, nədir? Bu maşın alınsın. Bu da müxtəlif yollarla alınmır. Bu maşına mən nail ola bilmirəm. Siz deməyin, orada bizim üçün nə qədər xeyirlər var imiş. Allah-u Teala onu bilirdi ki, öz əzəli və əbədi elmi ilə Subhanahu Teala, o maşında mənim üçün xeyir yoxdur. Əslində burada mənim üçün xeyir var ki, Allah-u Teala onu mənə nəsib eləmir. Bəlkə o maşını mən alardım, Allah qorusun nədir? Üstündən bir müddət keçəndən sonra bir hadisə olardı, başıma bir şey gələrdi. Hansı yaxşıdır? Başıma bir müsibətin gəlməyi mi, yoxsa o maşının mənə nəsib olmamaq mı? Əlbəttə ki, nədir? Maşının nəsib olmaması. Ona görə biz hər hansı bir iş bizə müvəffəq olmursa, ona görə sıxılmaq lazımdır, üzülmək lazımdır. Çünki nəyə görə fikir verin? Allah Teala buyurur ki, sizin xeyir fikirləşdiklərinizdə, xeyir düşündüklərinizdə zərər var, zərər düşündüklərinizdə nədir? Xeyir var. Ayətin sonuna fikir verin, Mirzə qardaş. Vallahu ya'lemu və entum la ta'lemun. Allah bilir, siz isə bilmirsiniz. Siz isə nədir? Bilmirsiniz. Yəni Allah bilir Subhanahu Teala orada nə var. Başqa bir məsələ, özümü tuturam o müsəlmanlara, ümumi olaraq, istərsə sualın sahibi və digər müsəlmanlara, adətən bu hansı yerlərdə bizə lazım olur? Deyək ki, kimsə ailə qurur, onun evladı dünyasını dəyişir. Deyək ki, 1 yaşında, 6 aylığında, 5 aylığında və yaxud, üzr istəyirəm, anasının bətnində. Burada ata da, ana da nədir? Hüzün olurlar, qəmgin olurlar. Bu şübhəsiz ki, bu olunan bir şeydir. Yəni, bu ata-ana rəhmətidir. Allah-u Teala bütün müsəlmanları qorusun. Allah-u Teala gözəl gün güzaran nəsib etsin. Həmin vaxt fikirləşmək lazım nəyi? Mən sizə bir misal verəcəm. Allahın izni ilə ümid edirəm ki, bu misaldan sonra hər şey aydın olacaq. Yəni, biraz öncə dediyim kimi, bu ata üçün, ana üçün sinə dağıdır bəlkə. Ürək dağıdır ki, evladı dünyasını dəyişir, gözünün qabağında. Düzdür? Lakin bilmək lazımdır ki, düşünün ki, o uşaq dünyaya gəldi, boya başa çatdı və nədir? Allah qorusun, bu dünyanı elə yaşadı ki, yaşayarkən. Uşaqdır, bilmək olmur. Valideyn çalışır ki, uşaq salih uşaq olsun. Salih olmadı. Deyək ki, Allah qorusun, şirk üzərində Allaha qovuşdu. Şirk üzərində dünyasını dəyişdi. Sizcə, həmin o valideynlər hansına razı olardı? Ata və ana. Evladını sabahları qiyamət günü gözünün qabağında cəhənnəmə atılmasına mı? Allah qorusun. Yoxsa nədir? Bu dünyada o uşağın kiçiklə dünyasını dəyişib, kiçik olarkən nədir? Cənnətə getməsini mi? Əlbəttə ki, nədir? Cənnətə getməsini. Allah-u Teala bizləri qorusun. Siz də bilirsiniz ki, Uca Rabbimiz Quran-ı Kərimdə buyurur ki, 2 yerdə İnnallaha la yaghfiru en yushraka bihi
və yəğfiru mə dunə zəlikə limən yəşə. Allah ona şərik qoşanı Allah əsla bağışlamayacaq. Siz düşünün ki, Allah qorusun, həmin o uşaq dünyaya gəlirdi, sonra nədir? Şirk üzərində dünyadan köçürdü. Və bunu Allah Teala ona bağışlamayacaq. Və bu ata-ana üçün qiyamət günü necə olacaq? Allah qorusun. Hansı yaxşı olardı? Düzdür. Üzr istəyirəm. Bu hər bir valideyn üçün ağır bir məsələdir. Yəni hər bir valideyn, hətta Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin evladları dünyasında yaşayanda ona da ağır gəlir. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm evladını İbrahimi səhv eləmirəmsə qəbrə qoyarkən ağlayır. Gözləri yaşarır sallallahu əleyhi və səlləm. Bu peyğəmbərə ağır gəlsə, ondan sonra gələn insanlar üçün daha da ağırdır. Lakin bilmək lazımdır ki, burada xeyir var. Vallahi ki. Dönürük indi bu sualın sahibinə. Həmin o nişanın qaytarılması onun üçün, o insan üçün yüzlərlə orada xeyirlər var. O bilmir. Ola bilsin ki, o istəyirdi ki, belə deyək də, istədiyi adamla ailə qursun, onunla həyat yaşasın. Ona bilir ki, bəlkə o ailə qurandan sonra elə bir peşmançılıq olacaqdır ki, Allah qorusun. O deyəcək, kaş ki, mən bunu eləməzdim. Hətta biz bunu təcrübədən görmüşük. Dəfələrlə, neçə müsəlmanlar bunu danışırlar ki, nədir? Biz filan bir şey istəyirdik, filan ev almaq istəyirdik. Sonradan bir müddət keçib, bir il ki, dedik, əlhamdülillah ki, oranı almadım. Nə yaxşı oranı almadım. Və yaxud bir maşın almaq istəyirdik, nə yaxşı bu maşını almadım. İstənilən bir şey. Ona görə hər bir işdə xeyir var. Xeyir Allahın seçimindədir. Ona görə Allahın qədəri ilə, təqdiri ilə barışmaq lazım. Həm də ki, bu məsələ hansı məsələyə qayıdır? Bu qədər məsələsinə qayıdır. Allahın təqdiri, əlhamdülillah. Allah bizim üçün təqdir edib, orada bizim üçün yüzlərlə nədir? Xeyirlər var. Allahu Teala feillərində hikmət sahibidir. Nə eləyirsə mütləq orada nədir? Bizim üçün xeyirlər var. Bizim üçün orada nədir? Xeyirlər var. Ona görə o sualın sahibi buna görə üzülməsin, kədərlənməsin və Allaha həmd etsin. Ola bilsin ki, nədir? Allah-u Teala onun qarşısına daha başqa bir adam çıxardacaq. Bu deyəcək ki, əlhamdülillah ki, o insan alınmadı. Ola bilsin ki, gələcəkdə o görəcək onu. Bir məsələ var. Şərt deyil ki, biz onu görək. Hikmətin axırına kimi gedək biz sataq. Ola bilsin görəcək, ola bilsin görməyəcək. Amma mütləq ki, orada nə var? Xeyir var. Əgər bu alınmadsa, mütləq burada Allahın istəyi var. Allah daha doğrusunu bilir. Bəli. Barakallahu fikum.